Səsə. Alır. Ha, 9 qaldı. Buradakı mebeli də satdım, getdi. Bugün gəldilər, yığdılar, apardılar. İndi dedim yüngülvari təmizlik eləyim. Buranı biz remont eləmək qərarına gəldik. Aboyu sökəcəyik, aboyu dəyişəcəyik. Bir də qızıma kravat sifariş etdik. O gələcəkdi 5-ci günü. Bir də bura mebel yığdıracağıq. Bu da sökülüb aparılacaq təbii ki. Buradan şkaf yığdıracağıq. Bir də dərin bir yerdir də. Gəlin belə sizə göstərim. Baxın, dərin bir yerdir. Buradan şkaf yığdıracağıq. Burada kravatı olacaqdı, tumbaları. Bir də burada yazı masası olacaqdı. Yəni məktəb uşaq üçün. Yəni bura mənim qızımın otağıdır. Dedik burayı da aradan keçirək belə. Qəşəng olsun. Toka bak. Tok şeyi de öyle. Duş kabinanı buradan çıxartdıq. Baxın. Görünün ki şey oldu. Birinin altında lekeler var idi. Palçıq falan, toz falan var idi. Onları yudum. Bir də biraz net töktüm. Qəşəng yandırdı, çıxartdı. Belə bir kuru belə leke var idi. Qapqara. Qəşəng yudum, tərtəmiz oldu. Amma ki bir də ərgəzdəcəm. Çünki oranı da yumduq. Orada tokları çıxırdı. Duş kabinanın radiosu falan belə şeylər də var idi. Bilmirəm nəyə lazımdı o. Onu çıxartdıq. Bağladılar ağzına. Ona görə tam yumadım divarı. Amma qəşəng divarı falan da yuyacam. Amma bu vəziyyət belə oldu. Belə daha yaxşı da açıq görsən. Bir də bunları da əlavə yoldaşım aldı, gətirdi, elə quraşdırdı usta. Baxın buna. Bu yox idi, yəni duş kabinada. Mətbəx mebelim düzəldi. Bir də bu paltaryan xarabdır, yəni su axıdır altından, barabanı qırıqdır. Dedik müvəqqəti istifadə edək, getdik İrşaddan paltaryan maşını aldıq. Şimdi sabaha gətirib qoşmalıdılar, ağ rəngdə belə bir şey sifariş etdik. Daha doğrusu aldıq oje. Onu sabah gəlib quraşdıracaqlar. Çox qəşəng oldu ama. Tədam, buraları tok vurub elə bil ki, indi gəlmişəm bura ki görüm, bəlkə yavaş-yavaş buralardan yığışdıra bilərəm. Hələ zala baxın. Obşin biz işimizi qurtardıq. Remont işi təmiz qurtardı. Və dedim nəhayət ki mən keçimdən başlayım. Bir dənə bizim keçməyə bir dənə o yerimiz var belə yavaşca. Gəlir yatırıq. Sonra buradan bu tərəfə keçməyə yerimiz var. Oradan da dayandıqda yer yoxdur. Şimdi hər yerdədir. Mən dəhşət içindəyəm. Hələ başımı itirmişəm. Nə hardadır unutmuşam. Güya o bir evdə kişi sərgəli yığdım. Bizim otağa gedəcək. Bizim otaqda olmalıdır. Digər otaqlara gedən də digər otaqlarda olmalıdır əslində. Amma baxıram ki yenə qarma-qarışıqlıq oldu. Yenə hər yerdədir. Artıq oje hansı sumkanın içində. Hətta biraz açmışam ki görüm buradadırmı həmin o veş. Baxıram ki yox. Deyəm hara qoymuşam mən görəsən onları. İndi deyirəm buranı da yığışdırım və başlayayım yavaş-yavaş elə ki sərgiyə salmağa. Bu mamamın mənə hədiyyəsidir. Baxın. Bir dənə göstərim sizə. Burada rəngi biraz çox tünd görsənir. Yəni daha doğrusu bu rəngdə tünd. Bundan amma biraz qəşəng rəngdir. Gül qurusu rəngdir də. Amma belə tünd deyil. Belə bir pakrival dəstidir. Bir də pasteli olmalıdır içində. İndi sərərəm bura. Dedim qəşəng görsənsin bura təzə evə, təzə pakrivalla. Geri qəşəng uzoru var. Fikir verirsiniz nə gözəldir. Vışıfqatda elə bir qəşəngdir. İndi bunu sərmək istəyirəm bura. Bunların hamısı təsəvvür edin ki, buradakı salafanlardan çıxdı. Amma belə baxırsan ki, yığmışdım. Bura yığandan sonra baxdım ki, ayda nə qədər geyimlər var imiş. Bunları seçdim indi. Bunlar bizimdir, şkafa yığılacaqdı. Bir dənə burada qızımınkiler var, onları da seçəcəm. Qızımın paltarlarını bu arada bura yığdım. Burada, deyim sizə, qızımın otağıdır. Tam bitdi. Yəni aboyunu vurduq. Kravatı gəlmişdi. İndi belə göstərim sizə. Qaldı bir dənə tumbaları gəlmək yanına. Buraya mebel sifariş etmişik. Bir də burada şkaf olacaqdı. Baxın, belə boya-boy tam axıra qədər belə yığma şkaf olacaqdı. Bir də burada günlük var, ayna silinəsidir falan. Bir də üzərində mən Temudan sifariş etdiyim tülkü var idi. Onu yuyub gətirib asacağım burada. Bir də kənarlarına Temudan sifariş edəcəm. Bir də baxın bu rəngdə belə bir pərdə istəyirəm sifariş edeyim, amma hələ ki yox. Biraz əlimi saxlamışam mən Temu ilə. İndi gətirəcəm qızıma aid olan şəxsi veşlərini, geyimlər olsun, aksesuarlar olsun, hamısı gətirib buradan yığacağım ki sonra mebel falan gələndə yerləşdirəcəm. Burada da belə bir lüstr var idi. Ev yələrindən qalıbdı. İşıqların hamısını yandırmamışam. Deyəslində bunlar da yanır. Bu da ağ rəngdə yanır deyə yaxşıdır. Yox, qaldı bir dənə mətbəx. Mətbəxi də sizə belə göstərim.
Bura başı köçür. Buraya da bir ki bomba düşübdü. Burada mənim qablarım var, qab-qacaqlardır. Sonra baxın, burada da var nə qədər. Bunların hamısını mən yerləşdirməliyəm. Təsəvvür edin. Baxın, nələrsə lazım olub çıxartmışam, amma bilirəm ki, yerbəyer yığışdıra bilməyəcəm. Çünki şkafların içi plisoslanıb, sonra qəşəngcə silinməlidir. Ondan sonra artıq burada gördüyünüz nə varsa hamısı gedəcəkdir. Bu arada Kuxna mebelimi çox bəyəndim. Əgər siz də bəyəndinizsə mütləq rəylərdə qeyd eləyin. Bir də burada maşın. Bizim maşınımız, daha doğrusu bizim yox, ev yəsindən qalan maşın xarab imiş. Buradan barabanı qırıq imiş, sınmışdı. Su axıdırdı. Yoldaşım dedi ki, bəs gəl təzəsini alaq bir dəfəlik ki, yəni dəyişək də bunu, yəni ki, o axıdaq da pis günə qoyacaq da, yəni onu işlətmək mümkün deyil. Nə də remont eləyəsi deyildi, xarab olacaqdı. Sonra sizə bunu göstərmək istəyirəm. Buralara fikir verməyin, dönər falan yemişik. Qazda hələ ki mən yemək falan bişirmirdim, çünki təzə qoşulmuşdu, ona görə dönər falan alırdıq. Stol üstündə bundan istədik, bundan götürdük. Çox bəyəndim. Sonra bunu almışdıq Sədərəkdən. Çox bəyəndim, çox qəşəngdir. Moykanı da sifarişlə gətizdirdik. Sonra bir də istəyirəm bunu dəyişək. Baxın bunu. Düşünürəm bu burada yaraşmır. Düzdür, bəlkə deyəsiniz ki, yaraşır, amma mən şəkildə görmüşdüm. Elə bildim ki, şəkildə bu tünd rəngdir. Sən demə belə biraz çox qızılı rəngdir, daha açıq qızılı rəngdir. Mən də hardasa belə bir rəng görmüşdüm onu. İndi bunu da dəyişmək istəyirəm. Həm də belə day bəzəkli istəmirəm. Dedim bütöv olur belə. Düz xat kimi. Baxın, ondan istəyirəm. İndi görək, əgər alınarsa, təbii ki, dəyişəcəm onu da. Yoldaşım dedi ki, usta ilə danışarım. Görüm, əgər mümkünsə dəyişərik bunları. Çünki heç əl falan da vurmamışıq. Sadəcə belə toxunmuşuq. Yəni ki, çirkli falan deyil də. Yəni, elə silməmişəm deyən olduğu kimi qalıbdır. Sonra bu da ev yerlərindən qalıbdır. Bunu da işləyir. Hələ gələcəkdə inşallah borçlarımız falan qurtarsın. Ev təmirini təmiz qurtaraq. Ondan sonra yuxarılı, bir də aşağı ilə bir yerdə Trend yoldan Vestel markasına burada şəklini paylaşacağım. Baxarsınız. Baxın, eynən ondan istəyirəm. Cüt şəkildə. Yuxarısı da, aşağısı da eyni. Baxın, ondan sifariş edəcəm Temuda. Baxın, Trend yoldan. Bunu da təzə almışdıq. Nurline firmasınındır. Belə bir şey. Mən ümumiyyətlə xoşlayıram belə dəmirləri ayrı olsun, yumağa falan da. Ona görə beləsini aldıq. Qiymətini bilmirəm, yadımdan çıxdı. Əgər maraqlı gəlsə bu sizə, yazarsınız mənə, yoldaşımdan soruşaram. Elə qiymətini sizə dəqiq yazaram və hardan aldığımızı. Все, belə. Buraları da belə. Geldi işte ya. Kadar yağlı. Ya görmüşsün mü? Şepelet ama bakıyorsun. Onlar hamısı. Var ya. Şimdi toxular yani değil. Ürəyin işi 2 dənə qoy. İyi. Qəşələn görsün onları. Mənim gözlərim üstə qardaş. Yavaş-yavaş yığışdırıram. Burada mənim paltarlarımdır. O başdakı da mənim paltarlarımdır. Buradakı isə yoldaşımın paltarlarıdır. Yavaş-yavaş belə yığdım. Sizə çox çəkiliş eləyə bilmirəm. Çünki inanın başımı itirmişəm. Bilmirəm. Hardan başlayım, hardan qurtarım. Hələ ortalıqda nə qədər paltar var. Kuxnaya gedəsi də, bijuteriyalar, kosmetika falan. Ona görə çəkiliş etmədim. Dedim ki, belə göstərərəm. İndi bu yuxarı çantalarımı yığıram. Yay olan çantalarımı arxadan. Qışlıqları da qabaqdan. Çünki artıq bunlar ancaq yayda gərək götürəm. Ona görə bunları arxaya yığıram indi. Bir şey yığdım, fikir verirsiniz. Çantaları üst-üstə mindirmişəm. Hələ burada da var. Bu ikisi ən sevdiyim çantalardır. Bir də burada bunlar var. Bunları da koyacağım oraya. Bir də yoldaşımla danışdım, razılaşdıq. Dedim ki, bura bir polka buradan, bir polka oradan, bir də bir polka da buradan. 3 dənə polka istəyirəm ağ rəngdəki olsun. Belə əlavə olsun ki, mən paltarları belə yığmayayım da, üst-üstə tökməyim. Yer dardır. Ümumiyyətlə polka deyilən şey yoxdur bu şkafda. Sadəcə baxın budur. Bir də o başda. Bir də burada şeydə sirməli var. Gəlin göstərim sizə. Baxın. Bir bu şkafdır. Burada yoldaşımın paltarlarıdır. Göstərim sizə. Baxın, belə bir şey yığdım. Lap aşağı corabları qoydum. İndi göstərə bilmirəm. Sonra axırda göstərəcəm. Burada da mənim mayka falan belə şeylərdir. Ona görə bura mənə polka mütləq şərtdir, lazımdır. Ki olsun, paltarları rahat yığışdırım. Zaten sumkaları da yığışdırım, oraya qoyum. Belə bir şey. Yuxarıda mənim çantalarım olsun. Yığışdıracağım indi bir şey səliqəli.
Bu da mənim yeni jalüzlərim. Əgər sizdə də varsa və istəyirsinizsə elətdirə bilərsiniz. Belə sadə bir şeydir. Sadəcə bu açılan hissə ki var, tam axıra kimi quraşdırılmır. Bu açılmaqlara görə baxın belə. Açılmağa görə tam da axıra qədər, yəni quraşdırılmır. Bir dənə budur yəni. Və burada isə bura niyə boşdur soruşsanız, burada biz ümumiyyətlə elətdirmədik. Bura mən istəyirəm müvəqqəti olaraq rəngbərəng vitrajlar olur, vinil vitrajlar. Ondan alıb vuracağıq. Çünki gələcəkdə biz buradan bu tərəfə belə istəyirik. Qobidən belə göstərim sizə. Veşlərə fikir verməyin. Yavaş-yavaş yığışdırıram. Buralara yəni fikir verməyin. Şkaf yığdıracağıq bura. Ağ rəngdə belə plastik şkaf yığdıracağıq. Ona görə bura jalüz elətdirmədik. Sadəcə müvəqqəti olaraq içəri görsənir. Ona görə bizdə qarşı tərəfdə də bina var. Ona görə istədim bura bir dənə vitraj. Birinci istədim ağ plyonka vurduraq. Yəni içəri ümumiyyətlə görsənməsin. Amma düşündüm ki, bizə burada günəş vurur bizim bu binaya. Rəngbərəng vitraj olar. Günəş vuranda da evə dolar da o rəngbərəng işıq çox qəşəng görsənəcək düşünürəm. Ona görə ora vitraj alacağıq. Belə. İndi hal-hazırda vəziyyət budur. Mətbəxdə də vəziyyət budur. Buraları təmizləmək və yığmaq lazımdır. Fikir vermirik, heç yerə fikir vermirik. Mən isə qızımın pərdəsini yudum. Bu arada bu da mənim maşınımdır. Belə bir şeydir. Samsung firmasıdır. LG istəyirdim, amma LG yox idi. Ona görə məcbur bunu götürdüm, amma son versiyasıdır. Yəni yeni çıxanlardandır. Bu da rahatdır. Sadəcə sensorla işləyir. Belə bunu fırladırsınız və burada görsənir hansı funksiyanı istəyirsinizsə. Rus dilində var. Bir də Wi-Fi ilə idarə etmək olar. Baxın burada da var. Yəni Wi-Fi ilə idarə etmək olar, yəni telefonla. Belə qızımın otağının pərdəsini də yudum. Bu temadan sifariş etdiyim pərdədir. Ölçüsü oldu, baxın, çox qəşəng görsəndi. Amma bir nüans var ki, uzundur. Hətta başını belə qısaltdım, orada şıqbılkalarını çıxardım, biraz aşağıdan taxdım, yenə də uzun qaldı. Digər evimiz buradan hündür imiş. Mən də orasını nəzərə almamışdım. Bura biraz qısaymış. 2.80-dir deyəsən bura. Amma bizdə o bir evdə 3 metrə olmalıydı. Belə də belə. Yəni ona görə biraz uzundur. İndi düşünürəm bu dəfə belə istifadə eləyək. Gələn dəfə yuandan sonra yuxarıdan kəsərəm. Biraz qısaldaram. Onlar bura tam qəşəng görsənər. Yavaş-yavaş yığış eləyirik. İnşallah siz də mənim kanalıma abunə olun ki, birlikdə yenilənək. Bəlkə də kiməsə də fikir də olaram hətta. Əlim qaşınır ki, bu dəqiqə bu dırnaqlarımı düzəldim. Görün nə qədər uzanıbdır. Mənim əlim niyə burada belə düşür? Nə qəribə düşür əllərim bu işıqda. Belə olacaq daimi. Baxıram realda qəti bu şeylər yoxdur da burada görürsüz. Heç biri yoxdur da, tam normal əldə, amma burada bir qəribə görsənir. Nəysə, sözüm nə dəydi. Əllərim qaşınır ki, bu dırnaqlarımı düzəldim. Yaxşı qalıb uzanıb, tam arasına bax, qapqara iş görməkdən, oranı silməkdən, buranı silməkdən pis günə düşübdü. Ona görə düzəltmək istəyərdim. Amma ki, mənim işim çoxdur, dəhşət. Bu mebelin içi silinməlidir. Sonra çirkli işləri deyirəm, ümumiyyətlə qurtarım. Ondan sonra artıq rahatlığa çıxdıqdan sonra əllərimə də falan, yəni ki, əl gəzdirəcəm. Belə. Bu ümumiyyətlə mətbəx təmizliyi videonu mən ayrıca salmaq istəyirəm. Həm mətbəx, həm hər yeri təmizləmək, silmək və yerləşdirmə videosu ayrıca olacaqdı. Amma bugün istəyirəm, baxın, yuxarıdakı gözlər var, baxın, bunlar bunu çıqlayır. Baxın, onları istəyirəm indi təmizləyim ki, aradan çıxsın. Ümumi təmizlik, mebelin təmizliyini ayrıca videoya salacağım. Ona görə kanalıma abunə olun, birlikdə təmizləyək, birlikdə yerləşdirək.